ildə qurulanda, 1869-cu ildə birinci mayak olub bunun üstündə. Bunun üstündə olub. Bu taxtadan salınır. Bəli, bəli. O da olub nöyütlə. Nöyütlə olub. Sonra keçib asetelonovi qazlarla. Belə. Yavaş-yavaş dəns çəkilə bu mayakı qaldırıblar. Daha yüksəyə qaldırıb. Yüksəyə qaldırıb. İndi hal-hazırda 36 metrədir bunun hündürlüyü. Bütün gəmilər də gecə vaxtı. Demək, bu dəniz dilində deyim, 26 mil. Dəniz dilində. Amma bunu biz kilometrəyə çevirsək, bu paçti 26 mil, 1 mil 1600 metrədir. Görün nə qədər. Yəni, görün, paçti demək olar ki, 50 kilometrədən bizim zonada üzən gəmilər hamısını bunun işığı ilə istiqaməti götürürlər. İlk fanar olub burada. Sonra isə dəniz çəkildikcə burada dəmir yolu tikildi, dəniz uzaqlaşdı, bunu başladılar qaldırmaya. Ya da bu da Lənkəran. Burada olan bu işıqların hər biri gecələr yanır, yanır və o dənizdən gələn bütün gəmilərə istiqamət verir. Kim hara getməlidir, kim hara istiqamət götürməlidir, kurs hara olmalıdır və çox maraqlıdır. Öz kursların təyin edirlər. 50 kilometrədən bütün gəmilər bunun işığı ilə hərəkətləri təyin edirlər. Bu mayakın məqsədi Cənub bölgəsində, Xəzər dənizində üzən bütün gəmilərin təhlükəsizliyini təmin edir. Və gördüyünüz bu mayakın hündürlüyü yerdən 36 metr, nə az nə çox, düz 36 metr hündürlükdədir. Qədim Lənkəran qalasının 4 bürcündən birisi də budur. Tikildiyi dövrlərdə, ilk vaxtlarda istehkam məqsədi ilə, müdafiə məqsədi ilə bu bürcdən istifadə olunmasına baxmayaraq, illər ötdükcə daha sonralar bu tikilidən həbsxana kimi istifadə olunub. Və son zamanlar təmir bərpa işlərindən sonra bu memarlıq abidəsi kimi, bu bina memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Nəcəf bəy Vəzirovda Lənkəran teatrı. Yəqin Lənkəranlar sevirlər teatrı. Çox gözəl. Lənkəran mədəniyyət ocağıdır. Çox gözəl mədəniyyət ocağıdır və Lənkəranlıların ən çox getdiyi, ən çox sevdiyi bir məbəddir. Mən belə deyərdim, sənət məbədidir. Çox gözəl xalq artistləri, əməkdar artistlər orada çalışır. Respublikanın akademik teatrlarının qoyduğu səviyyədə tamaşalar qoyur. Əgər bir teatr ki, Kral Liri qoyur, Ezopu qoyursa, Sezarı qoyursa, Neronu qoyursa, bu səhnəyə özünüz Nikol Paziyanı qoyursa tamaşaya, yəni Azərbaycan klassiklərinin bütün əsərlərini əgər tamaşaya qoyursa, bu teatr haqqında ciddi danışmaq lazımdır. Bu sadəcə əyalət teatrı olaraq danışmaq lazımdır. Və bu teatr son dövrdə əgər Türkiyəni fəth edirsə, Gürcüstanı fəth edirsə, İranı fəth edirsə, buna görə biz əyalət teatrı deyə bilməliyik. Bu Azərbaycan teatrıdır. Və eşitdiyimə görə elə bizim görkəmli sənətkarlarımız, yəni Azərbaycanda yetərincə tanınan görkəmli sənətkarlar, Həqiqət Rzayev, Minəvvər Kələntəli, onlar bu teatrda yetişiblər, güzəlləşiblər, sonra paytaxt teatrı. İlk dövrlərin, yəni ilk formalaşma dövrlərini burada keçiriblər, çoxlu sənətkarlar burada keçiriblər. Afaq Bəşir qızı, Zahir İkidir, Afaq Bəşir qızı Lənkəran teatrının yetirməsidir. Və çoxlu Nəcibə xanım, familiyasını unutdum, Lənkəran teatrının yetirməsidir. Davud Əhmədov Lənkəran teatrında çalışıb. Onun yoldaşı Xaldə xanım Lənkəran teatrında çalışıb. Çoxlu belə sənətkarlar Lənkəran teatrında yetişib.
İndi də sizə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının tarixindən danışmaq istəyirəm. Bu teatr 19-cu əsrdə yaranıb. Daha doğrusu 1891-ci ildə elə Nəcəf bəy Vəzirovun yağışdan çıxdıq, yağmura düşdüyü əsəri bu teatrda səhnəyə qoyulub. Hal-hazırda teatrda Macar dramaturqu Miklaş Xobayinin Şeytanın Oyunları piyesinin məşqləri gedir. Tamaşanın rejissorları Gürcü rejissoru Zurab Xakadze və İslam Həsənovdur. Ben gidip baktım. Karanlık idi. İçine görünmürdü. Yalnız yatağımın eşyaları. Ben tren istedim. Teatrımız çalışır inkişafa doğru geçsin. Hem aktörler hem de ki yani davet ettiğimiz rejissorların köməyinə istirik ki daha da yani teatrımız dünya tiyatr prosesine integrasiya olunsun. Şimdi ne kadar nail oluruz elbette biraz çətinliklər olur. Ama çalışırıq ki müvəffəqiyyətləri əldə edebilir. İnkişafımız düzgün istiqamətdə geçsin. Əlavə olaraq bizim teatrımızın nəzdində tiyatr studiyası, Ümid adlı tiyatr studiyası fəaliyyət göstərir. 15 yani dinleyici bu stüdyoda vardı. Bunlar İncəsənət və Mədəniyyət Universitetinin tədris planına uyğun olaraq bizim aktyorlarımız, yani profesyonel aktyorlar, onlarla bu tədrisi, bu prosesi aparırlar. Yani her gün səhər onlar dərsdə olurlar bizim gənc aktyorlarımız. Yani aktyorlarımız onlara tədrisi səhnə danışığından, aktyor sənətindən, teatr tarixindən, səhnə hərəkətindən, yani bunlara dediğim kimi İncəsənət Universitetinin tədris planına uyğun olaraq dərs keçirlər. Çalışırıq ki, neyse əldə edə bilək. Arxitektur baxımından Lənkəranı bəzəyən bir tarix abidə var. Bu Xan evidir. O barədə. O çox da qədim deyil. Onu bir fransız memarı dikib. Bu Turə xanımın, yəni xanın kötücəsi eləyir Lənkəran xanımın ya da nəsə belə bir şey eləyir. Onun şərəfinə öz qızı üçün tikdirdiyi evdir. Fransız memarları tərəfindən tikilib. Mən harada soxmuşam ki, eyni ilə bir bina Fransanın hansısa şəhərində var. Şəhərin qədim tarixi abidələrindən biri də Lənkəranlıların Xan evi adlandırdıqları bu binadır. Bina 1913-cü ildə inşa edilib və şəhərin mərkəzi küçələrindən birində Dostluq Parkı ilə üzbəüz yerləşir. Hal-hazırda bu binada Lənkəran Tarix Diyarşünaslıq Muzeyi yerləşir. Lənkəranda 19-cu əsr abidəsi olan Mirəhmət xanın evi bu nümunələrdən biridir. Öz orijinal görünüşü ilə diqqəti cəlb edən bina bura gələn turistlərin ən çox görmək istədiyi tikilidir. Saray 3 mərtəbədən ibarətdir. Sarayın layihəsini fransız memarları hazırlayıb. Tarixi memarlıq abidəsi kimi milli ornamentlərlə bəzədilib. Belə ornamentlərə Lənkəranın digər tikililərində də rast gəlinilir. Mülk sahibinin həyatı mühacirətdə keçib. O, Fransada vəfat edib. Əslində bu binanı saray kimi öz xanımının şərəfinə tikdirmişdi. Çünki 1912-ci ildə onun xanımı Tuğra xanım Qafqaziya gözəllik müsabiqəsində birinci yer tutduğuna görə, yəni onun şərəfinə tikdirmişdi və xandan xahiş etmişdi ki, mənim istəyim budur ki, mənim üçün elə bir saray inşa etdir ki, yəni dünyada tək olsun. İndi də bu dəqiqə bu sarayın analogu yoxdur.
Deməli, həyətində şəxsi generatoru, kənizləri, qulluqçuları, birinci mərtəbədə xanın qəbul otaqları olmuşdur, ikinci mərtəbə Tuğra xanımın otağı olmuşdur, üçüncü mərtəbədə deməli, ümumi qaravulçular olmuşdular ki, onlar binanın mühafizəsinə baxırdılar. Həm də üçüncü mərtəbə o demək idi ki, Lənkəranın ilk çox mərtəbəli binası sayılırdı bu saray. Buradan da bütün şəhər görünürdü. Üçüncü mərtəbədə şüşəli eyvandan bütün şəhər göründüyünə görə onlar kənardan gələn təhlükəni ən birinci oradan görürdülər. Buradan deməli yeraltı yollar olub tunel şəklində bir tərəfi çıxıb Lənkəran qalasında, bir tərəfi çıxırdı mayak, sonradan inşa edilən mayakda çıxırdı. Sonradan artıq burada tarix diyarşünaslıq muzeyi yerləşdikdən sonra, tarixi abidə statusu aldıqdan sonra ki yerləşdi. Ondan sonra bu yollar bağlandı ki, çünki burada muzey yerləşirdi buranın mühafizəsi üçün. Zaqafqaziya gözəli olan həyat yoldaşı Tuğra xanım isə Sovet dövründə ömrünü miskinlik içində başa vurub. Bina yeni qurulan hökumət tərəfindən dövlətin balansına keçirilib. Xanın bütün əmlakı isə xarici ölkələrə aparılıb. Sovet dönəmində müsadirə olunaraq tamamilə talanıb. Xanın şəxsi əşyalarından demək olar ki, onlar Sovet dövründə, ixtişaşlar dövründə bütün varidatını taran eləyiblər ki, daşıyıblar onlar. Çünki onlar xandan əvəz çıxmaq onu elə başa düşürdülər. Çünki onlar insanları da xana qarşı artıq ona qarşı istəyirdilər ki, qaldırsınlar, vergi verməyin. Yəni artıq başlanmışdı bu proses Rusiyadan belə təki gəlmişdi. Xanlıqlar artıq ləğv oldu. Mirəhmət xan xanlığa gələn dövrdə artıq xanlıqlar Azərbaycanda dağıldı. Amma deməli bu torpaqlar ta Astara mahalda onun şəxsi torpaqları idi və insanlar onun işlətdiyinə görə vergi verirdilər. Artıq Sovet dövründə ixtişaşlar yaranmışdı və beləliklə də onun şəxsi əşyalarından təkcə güzgülər qalıb. Tuğra xanımın cehizi olduğuna görə 6 ədəd olub. Onlar Venesiya daş güzgüləri adlanırlar. Onları yəni adi bir təmir bərpa dövründə bizdə 5 nəfər onu qaldırmaq dəhşətli bir iş idi ki, onu dəyişsinlər yerini. Amma onun 3-ü hal-hazırda buradadır, 3-ü haqqında məlumat yoxdur. ...1813-cü ilin dekabr ayının sonlarında xan Lənkəran torpaqlarından qovuldu və bir müddət sonra ümumiyyətlə Lənkəranda xanlığın süqutu baş verdi. Lakin Lənkəranlılar Lənkəran xanının, Mir Mustafa xanının xatirəsini əziz tutaraq, yad eləyərək, bax gördüyünüz bu küçəyə Mir Mustafa xanın adını verdilər. Hal-hazırda bu küçədə şəhər mehmanxanası, müxtəlif ictimai əşya obyektləri yerləşir və Lənkəranlıların ən çox sevdikləri küçələrdən birisidir. ...1945-ci ildə faciəli şəkildə həlak olan ölməz generalımız dahi şəxsiyyət Həzi Aslanovun xatirəsinə şəhərin mərkəzi meydanlarından birində abidə ucaldılır və həmin parka da elə Həzi Aslanovun adı verilib. Lənkəranlılar və bütün Azərbaycan bu dahi şəxsiyyətin xatirəsini əbədi tutur. Lənkəran deyən kimi insanların birinci